Salamünaleyküm, hər vaxtınız xeyir. Deməli, YouTube kanalının bizim bazar izləyiciləri bizim kanalda səhifəyə daxil olsun. Mən yadigar kişini orada görəcəksiniz. Deməli, sizi Hövsanda Yetim Petrol deyilən yerdə 4 otaqlı həyət evi ilə tanış eləməyə gəlmişik. Demək, evimizin həyətinin sahəsi 2.8'dir. Başlayalım buradan. Deməli dostlar, burada geç göstər. Burada ev yiyəsi, rəhmətlik. Belə bir həyətdə sanitar qovşağı düzəldib. Deməli, bu sanitar qovşağının hər şeyi hazırdır. Cüzi remont lazımdır. Kanalizasiyası var, suyu var, işığı var, hər şey var. Keçirik bura. Burada gel göster. Burada belə bir yay mətbəxi inşa edilir. Patologunu da gösteririk inşallah. Ha, gel. Burada evimizin padvalı. Gel. Sonra evimizin mansarı var. 4 metre. Yani adam boyu da hündürlüğü var. Buyurun bakın. Mansarı göster. Burada da dostlar evimizin həyətində də sanitar qovşağı inşa edilir. Yani əsl kənd həyət kimi də. Həyətdə də sanitar qovşağı var. Evdə də. İndidən deyim mən sizə. Deməli, evimizin sənədi, bələdiyyə sənədi, qaz, işıq, su daimidir. Evimizin istilik sistemi kombidir. Evimiz 4 otaqdan ibarətdir. Evimizə daxil olan kimi koridor, mətbəx, hamam, sanitar qovşağı istif oldu. Keçirik evə. Salamünaleyküm. Evimiz 4 daş kürsülüdür gördüğünüz gibi. Dayandığım yer, göster yeri, dayandığım yer istif oldu. Sanitar qovşağını göster, gel. Akışlarla uğraştırıp tam təchizatıyla buyurun bakın. Moyxanı. Gel. Dostlar, daxil olan kimi sağ tərəfdə burada geniş bir otaq var. Yani otaq deyirəm ki, buna da zal eləmək olar. Evimizin zalı da, qonaq otağı da ayrıca. Evimizə cüzi təmir lazımdır. Gel. Geniş koridoru var evimizin. Dostlar, işte burada ne için yanmış? Yani görür. Ha neyse. Geniş koridor gel. Burada dediğim kimi evimizin ikinci bir otağı, buranı hələlik, yani ki ev yesi qonaq otağı eləyib. Gel. Burada üçüncü bir otağı. Gel. Burada ise yani deski dillerden uşaq otağı. Geç göster. En sonunda ana bacıların nəzərinə evimizin mətbəxi ilə tanış olaq. Keç. Gel şöyle. Bildim. Dostlar, yine zehnimizi təzəliyək.
evimizin mansarı var, həyətdə bir sanitar qovşağı, yəni ayaq yolusu, bir sanitar qovşağı, yəqin ki, yüngül təmirə ehtiyacı var. Evimizə də yüngül təmirə ehtiyacı var. Evimizin istilik sistemi kombidir, sənədləri bələdiyyədir, yəni qaz, işıq, su alan adamın adına keçəcək, ev olacaq inşallah onun. Sonra evimizə 97.000 AZN deyilir. Real alıcıya endirim olacaq inşallah Allah'ın köməyi ilə. Bu arada YouTube kanalında bizim bazar səhifəsinə daxil olub bizi və çəkdiyimiz evləri görə bilərsiniz. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Boş torpaq sahələrimiz var, hansı ki sənədləri mülkiyyət çıxarış, rabitə sənaye və qeyri hektarlarla torpağımız var. Bir də kənd təsərrüfatı təyinatlı. Zəng eləyin, torpaq, ev, həyət evi, bina evi, nə lazım olsa zəng eləyin, halallığına alverimizi eləyək. Sağ olun, Allah alanı xeyir versin, satana da.